Bugün birlikdə möhtəşəm bir şəkərparə hazırlayırıq. Tam kıvamında türklər demiş, ağızda dağılan, bol şərbətli, ləzzət abidəsi bir yemək desert hazırlayırıq. 3 stakan yarım şəkər tozumuzun üzərinə 4 stakan su və yarım limonun şirəsi, həmçinin birazca sarı kök əlavə edib, yaxşıca qarışdırıb, daha sonra isə vamodda qaynayana qədər qarışdıra qaynadırıq. Qaynadıqdan sonra isə üzərlərini tam belə köpüklə qabardıqdan sonra isə videoda da görürsünüz, altını söndürüb soymaq üçün saxlayırıq. Daha sonra 3 ədəd yumurta, 1 armud stakan manna, 1 armud stakan pudra şəkəri, 150 qram yağ, 3 stakan yarım un, 1 paket vanil və yarım çay qaşığı sodanı əlavə edib qarışdırıb çox qəşəng yumuşaq bir xəmir hazırlayırıq. Çox gözəl görünüşü olur və teksturaya malik olur şəkərparəmizin xəmiri. Unu mütləq eləməyi unutmuruq, çünki unu eləmədikdə içərisində düyünlər qala bilir və ağızda yaxşı bir dad buraxmır, narahat edir yeyən zaman adamı. Xəmiri hazırlayıb bir neçə dəqiqə özünə gəlməsi üçün bir kənarda saxlayırıq. Daha sonra isə balaca kündəciklər qopardıb, oxlov köməyi ilə və ya əl köməyi ilə nazik bir şəkildə yayırıq. İstədiyimiz formada kəsirik. Mən gül formasında hazırlamaq istədim. Bunun üçün gül formalı qəlibdən istifadə edirəm və qəlibi hazırlamış olduğum kündənin üzərinə yerləşdirərək ətrafındakı artıqları çıxardıram. Bu formada zaten videoda da görürsünüz hazır halını. Daha sonra isə əvvəlcədən yağladığım listə hazırlamış olduğum şəkərparələri yerləşdirirəm. Üzəri üçün isə 1 ədəd yumurtanın sarısının üstünə bir miqdar duru yağ əlavə edirəm. Təxminən 2-3 yemək qaşığı. Hətta mümkünsə siz sarı kök də əlavə edin. Mən sarı kök əlavə etməyi unutmuşam deyəsən bu videonu hazırlayan zaman. Və mümkünsə bu qarışımı 1 saat yarım öncədən hazırlayın ki, yumurta və sarı kök bir-birləri ilə yaxşı qarışsınlar. Boyaları, rəngləri bir-birlərinə çıxmış olsun. Daha sonra isə hazırlamış olduğumuz yumurtanı hazırladığımız şəkərparələrin üzərinə sürtürük. Hər tərəfinə yaxşıca yayırıq ki, qəşəng qızara bilsinlər. Bunu etdikdən sonra isə bir vilkanın köməyi ilə üzərinə ağlımıza gələn formada çizıqlar atırıq vilkanın arxa qismi ilə və əvvəlcədən 180 dərəcə isitmiş olduğumuz sobada 20-25 dəqiqə pişiririk. Qaynaq şərbətimizi əlavə edirik. Daha sonra isə zövqümüzə uyğun olaraq hazırladığımız qoz, fındıq və ya püstə ləpəsində yerləşdiririk. Özünə gəlməsi üçün, şərbətini çəkməsi üçün 1-2 saat saxlayırıq. Daha sonra isə servis edə bilərik. Hazırlayan hər kəsə indidən nuş olsun. Videomu bəyəndinizsə kanalıma abunə olmağı və like etməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.